Şəxs əvəzliciləri. İngilis dilində ən asandan başlayıb çətinə doğru gedəcəyik. Asandan məsəl üçün I, you, he, she, it bilirsiniz ki, hər üçündə mənası eynidir. Tərcümələrini yazdığıma görə bunlar demədim. I, mən, you, sən, he, she, it. Mən oxunuşunu deyirəm, yazılışı isə burada göstərirəm. Azərbaycan dilində tərcüməsi o. He oğlan cinsində o mənasındadır. She qadın cinsində o mənasındadır. It isə cansız əşyalardır. Yəni istənilən bir varlığa nəysə deyə müraciət edəndə it deyirik. Yəni o mənasını verir. Məsələn deyə bilərik ki, it is a book. It is a book. Yəni kitab. Kitabdır. Burada it o kitab. O kitabdır. It is a book. Bu zaman biz itdən istifadə edirik. Bura she və yaxud da he qoya bilmərik. Yəni insan anlayışı bildirmir. We, biz, cəmdə. You, siz, ze, onlar. Burada isə təkdə, burada isə cəmdədir. Gördüyünüz kimi. Deməli deyir my, mənim, your, sənin, his, her, its, onun. Burada da eyni mənanı verir. Yəni his onun kişi cinsində, her onun qadın cinsində, it is onun deməli hər hansı bir varlıq, cansız əşya və sair kimi tərcüməsi deməli yazılışı onun mənasını verir. Our bizim, your sizin, theirs onların olacaq.